Broker nədir? Əgər trading öyrənməyə başlamısansa, yəqin ki, broker sözünü dəfələrlə eşitmisən. Bəs broker əslində nədir və tradingdə niyə bu qədər vacibdir? Ən sadə dillə desək, broker səninlə maliyyə bazarı arasında vasitəçi rolunu oynayan şirkətdir. Sən qızıl, valyuta, indeks və ya digər maliyyə alətləri üzrə əməliyyat açmaq istəyəndə bunu birbaşa bazarda etmirsən. Bunun üçün brokerin təqdim etdiyi platformadan istifadə edirsən. Başqa sözlə desək, broker olmasa sən bazarda əməliyyat aça bilməzsən. Broker nə iş görür? Broker sənin verdiyin alış və satış əmrlərini bazara ötürür. Məsələn, sən MT5 platformasında qızıl üzrə buy düyməsini sıxdın. Bu əmr brokerə göndərilir və broker həmin əməliyyatın icra olunmasını təmin edir. Eyni qayda ilə sell əməliyyatı da broker vasitəsilə həyata keçirilir. Yəni broker trading prosesində körpü rolunu oynayır. Broker olmadan trading etmək mümkündür? Xeyr, trading etmək üçün mütləq brokerdə hesab açmalısan. Broker sənə aşağıdakı imkanları təqdim edir: əməliyyat açmaq və bağlamaq, qrafikləri izləmək, balansını idarə etmək, depozit və çıxarış etmək, leverage istifadə etmək, demo və real hesab açmaq. Broker necə qazanır? Bir çox yeni başlayan düşünür ki, broker yalnız trader uduzanda qazanır. Əslində bu bütün brokerlər üçün doğru deyil. Brokerlərin əsas gəlir mənbələri bunlardır: spread, alış və satış qiyməti arasındakı fərqdən gəlir əldə edirlər. Komissiya, bəzi brokerlər hər əməliyyata görə komissiya alırlar. Digər xidmətlər, bəzi brokerlər əlavə xidmətlər və ya xüsusi hesab növləri təqdim edərək gəlir əldə edirlər. Yaxşı brokeri necə seçmək olar? Broker seçimi tradingdə ən vacib qərarlardan biridir. Broker seçərkən aşağıdakı məqamlara diqqət etməlisən: güclü lisenziyaya malik olmalıdır, sürətli əməliyyat icrası təqdim etməlidir, spread və komissiyalar şəffaf olmalıdır, depozit və çıxarış prosesi rahat işləməlidir, müştəri dəstəyi operativ olmalıdır, MT5 kimi etibarlı platformaları dəstəkləməlidir. Ucuz görünən hər broker etibarlı olmaya bilər. Buna görə seçim etməzdən əvvəl broker haqqında araşdırmaq vacibdir. Broker ilə MT5 eyni şeydir? Xeyr, yeni başlayanların ən çox qarışdırdığı mövzulardan biri də budur. Broker şirkətdir. MetaTrader MT5 isə brokerin təqdim etdiyi trading platformasıdır. Bunu belə təsəvvür et: broker bank, MT5 bankın mobil tətbiqi. Sən banka tətbiq vasitəsilə qoşulduğun kimi, brokerə də MT5 vasitəsilə qoşulursan. Azərbaycandan brokerdə hesab açmaq mümkündür? Bəli, Azərbaycandan bir çox beynəlxalq brokerdə onlayn şəkildə hesab açmaq mümkündür. Adətən qeydiyyat prosesi bir neçə dəqiqə çəkir və şəxsiyyət təsdiqi tamamlandıqdan sonra hesab aktivləşdirilir. Daha sonra real və ya demo hesab açaraq tradingə başlamaq mümkündür. Nəticə olaraq broker tradingin ayrılmaz hissəsidir. Əməliyyatlarını bazarda həyata keçirmək, qrafikləri izləmək və hesabını idarə etmək üçün brokerə ehtiyacın var. Ancaq unutma ki, broker seçimi gələcək trading nəticələrinə birbaşa təsir edə bilər. Buna görə etibarlı, şəffaf və istifadəçilər tərəfindən yaxşı qiymətləndirilən broker seçmək vacibdir. Növbəti məqalədə MetaTrader 5 nədir və necə istifadə olunur mövzusunu öyrənəcəyik.